Mən Rusveli, bir eşq üçün can koymuşam bu əsərə. Mən məcnunam orduların sərkərdəsi bir dilbərə. Məhəbbətin dərmanı yox, yüz tutsam da təbiblərə. Ya can versin canan mənə, ya tapşırsın quru yerə. Atın fişənkləri dağılsın göyə, azğın ürəklərə budur hədiyyə. Dünyadan qan izi kəsilsin deyə, hücuma tanklarla keçir Komsomol. Təbiət təslim ol, düşmən təslim ol. Güneşte bərkimiş əzələlər bir yeni qüvvətlə sıçradıkça sən, dağlar da səslənir, daşlar da bəzən, hücuma tanklarla keçir Komsomol. Təbiət təslim ol, düşmən təslim ol. Ряд новых портретов и скульптур Мирза Фатали Ахундова. Mirza Fətəli Axundov irsinin həqiqi varisi Azərbaycan əməkçiləri Sovet intelligensiyasıdır. Onun geniş dehası Stalin epoxasında qiymətləndirildi. Bolşeviklər Partiyasının milli siyaseti sayesinde sosyalist mündərəcəli, milli məzmunlu kulturasını yaradan Azərbaycan xalqı öz böyük sənətkarını öyrəndi. Празднование 125-летия со дня рождения Мирза Фатали Ахундова – это подлинное торжество азербайджанского народа и его культуры, национальной по форме, социалистической по содержанию, расцветающей под руководством великой партии Ленина-Сталина. Ne için? Biz Azerbaycan Sovet intelligensiyası yeni Azerbaycan əlifbası meselesini devlet ve partiyamız karşısında irəli sürmüşük. Bunun ne kimi sebebi var? Yoldaş Mirza Mamedov öz məruzasında bizim tariximize bir nəzər yetirdi. Bilirsiniz ki, əsrlərdən bəri Ərəb əlifbası bizim Azərbaycan dilini nə kimi məhkumiyyət altına almışdır. Və biz bilirik ki, qəhrəman xalqımızın ən böyük insanları bu əlifbanın əsarətinə qarşı daima üsyan etmişdilər. Əsrlər boyu, 100 illərlə. O Füzulinin, Axundovun, Sabirin ve başka bizim vaxtına göre progresif, böyük adamların adını çəkdikdə mən orada düşünürdüm. Və mənim ürəyimdə bir həsrət hissi yaranmışdı. Ne için? Onlar bizimle canlı bir surette bugünün, bu saadetin şahidi değildirler. Lakin mənim bu həsrət hissimi ürəyimdə şadlık ve saadet hissine çeviren oldu ki, bugün bizim tribunadan hiç şüphesiz ki Füzulilerin, Axundovların ve Sabrilerin de sesi gelir. Bu demektir ki bizim dünyamızda Sovet halkımız özünün bugünkü vəziyyətiyle değil, belki halkın əsrlərdən beri yaratmış olduğu en progresif bir tarihiyle, bütünlükle o tarihin güzel cəhətləriyle xalqımız bugün yaşayır. Yoğruldu bütün varlığı ümmitle hünerden, şimşek gibi
geçtikçe karanlık gecelerden her kelimeni, her şiirini bir top gibi attın. Gaflet uykusundan bizi vaktinde oyattın. Hoş geldin azizim, gelişinden ana yurdu. Dünya evine bir yeni söz meclisi kurdu. Geçtikçe nesiller o senin söz çemeninden. Eller, obalar ders alacaktır hele senden. Ölmez bu güzel aleme idrakla gelenler. Mana evinin sırrını vicdanla bilenler. Aydan mı, güneşten mi yarandın? De neden sen? Halkın gözü de, kalbi de, vicdanı da sensen. Ben ve bütün prezidyum üzvləri şimdi haman mübariz dəstələrimize yazılmağa gedirik. İştirak eden bütün yoldaşların da yazılmalarını arzu edirik. Ölkemizin fəhlələri, kəndliləri, intelligentləri ve patriot kadınları minlərlə ərizə verib özlərinin cəbhəyə göndərilmələrini veya halk koşunu dəstələrinə kabul olunmalarını xahiş edirlər. Sovet xalqı öz qalibiyyətinə möhkəm inanarak hayası düşmənə öldürücü zərbə endirmək için sarsılmaz bir iradə ilə Sovet hüküməti ətrafında Kirovat zəhmətkeşləri öz yerləri olan İsrafil Məhəmmədova Sovet qəhrəman adı verilməsi xəbərini böyük sevinç və ruh yüksəliyi ilə qarşıladılar. Kirovadın adlı sanlı adamları öz məhəbbət və hürmətlərini bildirmək üçün böyük qəhrəmanın anası Gülsümə qonaq gəlmiş, onun və bütün Azərbaycan xalqının dəyərli oğluna verilən şərəfli mükafat münasibəti ilə onu təbrik etmişlər. Stalin epokasının pəhlivanlarına süd vermiş analara eşq olsun. Böyük qəhrəmanın vətəni olan Günəşli Kirovatda təntənəli miting olmuşdur. Ordenli şair Səməd Vurğun öz nitqində belə demiştir. Mən bugün üzümü İsrafilin doğma anası Gülsüm Palıya ve bütün Azerbaycan kanunlarına tutup deyirəm ki, ömrümüz daima laləzar olsun, her geçen günümüz bir bahar olsun, bizden bu dünyaya hüner kalacak, yiğitler anası bəxtiyar olsun. Bizi doğan ve besleyen anaların halal sütüne and içirik ki, uşaqlarımızın, Vüqarlı Qafqazımızın kadın ve kızlarının temiz namusunu faşist zabitleri ve soldatlarından köksümüzle koruyacağız. Biz ak saçlı kocaman Qafqaz'a and içirik ki, onun alçatmaz dağların zirvelerinde hemişe Lenin Stalin'in al bayrağı dalgalanacaktır. Lenin şehrinin müdafiəsi uğrunda yiğitliğiyle vuruşan Rizvan Zeynalov yoldaş, yeni ili öz ailesi ve dostları arasında karşıladı. Dostlar, ömrümüzden geçti bir il de, al geyip görünür yeni bir bahar. Nəğmələr titresin ağızda dilde, her zafer gününün öz destanı var. Dostlar, badeleri kaldırın göğe, ucalsın sesimiz asmanlara. Eşk olsun azadlık,
saadet diye bugün kılınç vuran kahramanlara. Yubileyde iştirak etmek için bütün kardeş respublikalardan Bakı'ya konaklar gelir. Akademiklerden Meshchaninov, Karpievski, Bertes, Leonidze, Kerbabayev. Yazıcılardan Fadeyev, Simonov, Tikhonov, Antagolski ve başkaları. Konakları Azerbaycan Sovet yazıcıları samimiyetle karşıladılar. Sentyabr, Azerbaycan Sesleri Elmiler Akademiyası. Seseri Sovet Yazıcıları İttifakı'nın Azerbaycan Sovet Yazıcıları İttifakı ile birge plenumu. Seseri Sovet Yazıcıları İttifakı'nın baş katibi Fadeyev yoldaş giriş nitqində söyledi. Yalnız biz halklarımızın yaratmış olduğu bütün servetleri yeniden canlandırırız. Sovet hakimiyeti olmasaydı, Azerbaycan halkının en büyük duhası, bütün beşeriyetin duhası olan Nizami'ni Azerbaycan halkının özü bile tanımayacaktır. Azerbaycan Sovet Yazıcıları İttifakı'nın sədri Səməd Vurğun, nizami irsi ve muasir devrimiz mavzunda məruz edilir. Kirovabad yolunda bir məqbərə yüksəlir. Bu Nizami'nin məqbərəsidir. Bu yoldan ötenler, dünya medeniyeti xəzinəsini öz incisiyle bəzəyən şairin məqbərəsi önünde dayanıp, ona ehtiramla təzim edirlər. Поэт-академик Самет Вургун сегодня читает новые стихи рабочим и инженерам-нефтяникам. Bu yakınlarda vatanımızın payitahtı Moskva'da geçirilmiş Azerbaycan Edebiyatı ve İnce Sanat 10 günlüğü, Respublikamızın yazıcılarıyla Moskva yazıcılarının sarsılmaz dostluk remzine çevrildi. Edebiyat Xadimler Evinde teşkil edilmiş sergide yazıcılarımızın görkemli eserleri nümayiş ettirilmiştir. Bu eserler Moskva ictimaiyeti tarafından geniş surette müzakere edilmiş ve yüksek kıymet almıştır. Azerbaycan Sesleri Elmiler Akademiyasında geçirilmiş sesiyanı Səməd Vurğun yoldaş açtı. Maksim Gorki'nin eserleri Azerbaycan zəhmətkeşlərini həmişə əmək xariqələri yaratmağa ruhlandırmıştır. Kirovabad şehri. Dekabrın 7'sinde burada Azerbaycan'ın büyük şairi Nizami Gencevi'nin vefatının 750'liğine hasr olunmuş elmi sesya geçirilmiştir. Sesyanı Talim Mükafatı laureatı şair Səməd Vurğun açtı. Sovet Yazıcıları İttifakı'nın 2. kurultayında iştirak etmek için
Qardaş respublikalardan çoxlu qonaqlar gəldilər. Onların arasında Moskva yazıçılarından Pavel Antokolski, yazıcı Konstantin Simonov, Türkmenistan yazıcısı Seyit Liyev ve başkaları vardır. Qurultay aprelin 15'inde Azerbaycan SSR Elmlər Akademiyasının binasında açıldı. Azerbaycan Sovet Edebiyyatının inkişaf yoluna həsr edilmiş sərgidə Qurultaya gələn qonaqlarla Azerbaycan yazıçılarının müsahibə və görüşləri çox səmimi keçdi. Qurultayı Stalin mükafatı laureatı şair Səməd Vurğun giriş sözü ilə açdı. Azerbaycan SSR Elmlər Akademiyasında Ukrayna şairləri ilə görüş gecəsi keçirildi. Ədəbi gecəni yazışı Mirzə İbrahimov giriş nitqi ilə açdı. Ukrayna şairi Leonid Vyshislavski, Ukrayna Sovet Edebiyyatının inkişaf yolları haqqında məruzə etdi. Ukrayna şairlərindən Igor Muratov, Mikhailo Chavanevski, Valentina Tkachenko, Bogdan Çalı öz şeirlərini və Azərbaycan şairlərinin Ukrayna dilinə tərcümə edilmiş əsərlərini oxudular. Azerbaycan şairlerinden Səməd Vurğun, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Tələt Əyyubov Ukraynaya həsr olunmuş əsərlərini və Ukrayna ədəbiyyatından etdikləri tərcümələri oxudular. Görüş, dostluq və qardaşlıq şəraitində keçdi. Susuz qalmış çöllərinə həyat veriləcəkdir. May ayının 29'unda kanalın birinci növbəsinin işə salınmasına həsr olunmuş təntənəli mitingi Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci muavini Abdullayev yoldaş açdı. Respublikanın Su Təsərrüfatı Naziri Əbdülrəhimov və SSR Kənd Təsərrüfatı Nazirinin muavini Rəsulov yoldaşlar kanalın açılışı münasibəti ilə Azərbaycan kolxozçularını təbrik etdilər. Adlı sanlı pambıq ustası Gilas Verdiyeva və qabaqçıl ekskavatorçu Müslüm Abuzərov bu böyük qayğı üçün doğma Komünist Partiyasına və Sovet hükümətinə təşəkkür etdilər. Şair Səməd Vurğun dedi, qoy bu kanalın suları düzənlikləri məhsuldar ölkəyə, həmişə bahar ölkəsinə çevirsin. Kanalın suyu 10.000 hektarlarla quru torpağa can verəcək, pambıq, taxıl və yem bitkilərinin məhsuldarlığını daha da artıracaqdır. Şair Səməd Vurğun yoldaş, yazıçılar qurultayının yazıçılarımız qarşısında qoyduğu vəzifələr haqqında belə dedi. Sovet yazıçılarının ikinci qurultayı ülkemizin mədəni həyatında böyük bir hadisə oldu. Azərbaycanilma poetma, akademikosma Səməd Vurğun. Tribunazija Litva Limterali Antanas Venslova.
მისასალმებლობის სანაპიროსა და ელბაქიძის დაღმართის ასაკცევთან მდებარე სკვერი. პოეტის ძეგლის საფუძვლის ჩაყრისადმი აღსანიშნავი მიტინგი გახსნა საქართველოს კომპარტიის ცენტრალური კომიტეტის მდივანმა ამხანაგმა მჭედლიშვილმა.